Salam müəllimlər, mən Aysun Abdullazadə. Bu gün sizə 5 icmaya aid düşə biləcək tipdə sual izahı paylaşacağam. İlk öncə çıxdığınız bu yolda sizə uğurlar arzu edirəm. İnşallah hər şey ürəyinizcə olar. İndi isə qısaca imtahan haqqında məlumat verim ki, icma üçün hazırlıq artıq qeydiyyat başlayıb, mayın sonuna qədər davam edəcək. Bir ay ərzində, 20 gün ərzində də sizə məlumat gələcək. Çalışın aktiv WhatsApp nömrəsi qeyd edəsiniz ki, mesaj gələndə xəbəriniz olsun. Daha sonra imtahanda bildiyiniz kimi 100 sual düşür. Məsələn, elə olur ki, 97 test düşə bilər, elə olar 95, 95 açıq sual, 3 açıq sual düşə bilər. Yəni mən özüm iştirak etmişəm, mənim özümə 95 test düşmüşdü, 5 açıq sual düşmüşdü. Mən özüm imtahanda iştirak etdiyim üçün sualları artıq hazırlaşan müəllimlərimə göndərmişəm. Digər əlavə suallar var ki, onlar da göndərilir. Yəni çalışın ki, imtahanda iştirak edirsinizsə, hazırlaşın ki, nəticəniz olsun. Və hər kəs iştirak edə bilər. Vaxtı işə qəbula hazırlaşanlar, ailə, ev təhsili ixtisası, ibtidai sinif və digər ixtisaslar. Sadəcə məsafəni düzgün qeyd edin ki, əsasən yaxın məsafədə olan müəllimlərə üstünlük veriləcək. İndi isə başlayaq testimizin izahına. Deməli, birinci testə baxaq görək nə deyir. Aşağıdakı bəndlərdən hansı sizə uyğundur? Yəni sizin xarakterinizə uyğun olan hansıdır? Qələmimizi qeyd edək. Mən, daha doğrusu, güclü, qərarlı, ünsiyyətçiləm və anadan gəlmə liderəm. Yıxılıram, qalxaram, yoluma davam edərəm. Baxın, güclü baxıram ki, uyğun ola bilər. Qərarlı uyğun ola bilər. Ünsiyyətçiləm uyğundur. Yıxılsam da yenə Divek nəzəriyyəsi, inkişafa açıq düşüncə, yerdən qalxmağı bacarıram. Bura qədər uyğundur. Anadan gəlmə liderəm, özündən razılıq var. Ona görə bu variantı seçməyin. B. Həyatımı gözəlləşdirirəm, əyləncəni sevirəm, hamını ömür boyu xoşbəxt və sevincli görmək istəyirəm. Hələ ki bunu saxlayaq. 3. Hər anımı rahat və sakit keçməyin istəyirəm. Bura qədər baxıram ki, normaldır. Dava dalaş, səs-küyü sevmirəm. İşlərimdə ən asan yolu seçirəm. Bəlkə işimdə çətinliklə qarşılaşdım. O zaman işi yarımçıq qoymalıyam. Təbii ki, xeyr. Bu variant da səhvdir. Hər şeyin mükəmməl Divek nəzəriyyəsi var. Divek. Bir var inkişafa açıq düşüncə, bir var inkişafa qapalı düşüncə. Mükəmməlçiliyi sevən qapalı düşüncədədir. Artıq mən görürəm ki, burada qapalı düşüncə formalaşıb. Ancaq düzgün, qüsursuz olmaq istəyirəm. Hər kəs qüsuru var. Qüsursuz insan yoxdur. İnsanlarla ünsiyyətimdə hörmətcil, məsafə saxlayan olmağı xoşlayıram. Görürəm ki, bu ikinci cümlə normaldır, ancaq burada mükəmməl, qüsursuz aid deyil. B variantı. Həyatımı gözəlləşdirirəm. Bəli. Əyləncəni sevirəm. Bəli. Hamını ömür boyu xoşbəxt, sevincli görmək istəyirəm. Çox düzgün bir cümlədir. Yəni belə testlərdə çalışın, analiz edin. Elə baxıram ki, güclü, qərarlı, ünsiyyətçil, anadan gəlmə lider, doğru variantda seçim getsin. Xeyr, elə bir şey yoxdur. Hər variantda cüzi bir söz var ki, onunla siz həmin variantı silməyi bacarmalısınız. Gəlir ikinci sual. Ümumiyyətlə hansı tempdə və necə danışırsınız? Qələmimizi dəyişək, gözünüz yorulmasın. Surətli və nəticəyə yönəlik. Surətli danışım qarşımdakı insan, qarşımdakı uşaq məni başa düşməsə, onun mənası nə oldu? A-nı silirik. Çox surətli. Surətlini seçmədiksə, çox surətlini seçmək daha məntiqsiz olar. Daha yavaş. Bəlkə qarşımdakı məndən yorulacaq. Niyə çox yavaş danışım? Normal tempdə danışım da. Normal və deyəcəklərimi ağlımda ölçüb biçmə. Bəli. D bəndi. 3. Bir işə motivə olmanızı təmin edən ən önəmli ünsür. Nəticəli düşünmək, daha doğrusu nəticələri düşünmək. Ola bilər ki, bir işi görürəm, bir iş oyun yerinə yetirirəm, bir iş qurmuşam, ancaq hələ nəticəni müəyyən edə bilmirəm. Başlamışam, müəyyən edə bilmirəm. O zaman işi yarımçıq qoymalıyam. Xeyr. A yanlış. Qəbul və təqdir etmə. Qarşımdakı insan məni təqdir etməsə, işimi yarımçıqmı qoymalıyam? Xeyr, mən özümə güvənib bir yola çıxmışamsa, başqalarının fikri önəmlidir, ancaq öz fikrim daha önəmlidir. Və də yanlış. Qrupdakı yoldaşlarımın dəstəyi. Bəlkə mən
Baxın, belə deyim də, özümüzdən nümunə çəkək. Mən icma hazırlığı keçirəm, eləmi? Müəyyən bir kütlə var ki, məni tanıyır. Müəyyən bir işdə işləyirəm ki, oradakı müəllimlərin dəstəyi də var, dəstəyi olmayan da var. Biri şəxsən mənə gəlib desə ki, Aysun müəllimə, niyə özünüzü yorursunuz? İcma üçün hazırlığa nə ehtiyac var? Yəni özünüzə niyə əziyyət verirsiniz daha da? Yəni əgər qarşımdakı şəxs məni başa düşmürsə, artıq bu mənim problemim deyil. Yəni qarşımdakı şəxs mənə dəstək olmur. O zaman mən deməliyəm ki, demək Leyla müəllim dedi ki, lazım deyil. O zaman niyə özümü yorum ki? Yəni mənim bu işə həvəsim varsa, o işimi digər şəxslərin istəyinə görə niyə yarıda saxlamalıyam? C də yanlışdır. D. Təsirlilik, səliqəlilik və intizamlıq. Bəli, bu variantı seçsəniz daha gözəl olar. 4. Çalışma tərziniz hansına uyğundur? Gərgin və sürətliyəm. Eyni anda bir neçə işi görə bilirəm. Eyni anda bir neçə işi görməyiniz normal, ancaq gərgin olmağınız xeyir. Müstəqil bir mühitdə çalışıram. Demokratik üslub. İnsan əlaqələrini diqqət mərkəzində saxlayıram. Bəli. B bəndi doğrudur, ancaq C-ni, D-ni də təhlil edək. Ön planda olmayan, amma qrupa hər cür dəstəyi verən biriyəm. Niyə ön planda olmursunuz? Niyə özünüzü bir pillə irəli atırsınız, daha doğrusu geri atırsınız ki, çalışmaq lazımdır ki, hər zaman belə deyim də açıq düşüncədə olub özümüzü inkişaf etdirək. Bu da yanlış. Xırdalıqlara diqqət yetirənəm və tək bir mövzuya yönələrək çalışıram. Xeyr, tək bir mövzuya fokuslamaq olmaz. Bir mövzuya fokuslanıb digərlərini yarıda saxlamaq düzgün variant deyil. 5. Çalışma tempinizi necə dəyərləndirirsiniz? Sürətli bir tempdə çalışıb, qısa zaman ərzində qərar qəbul eləməyi sevirəm. Sürətlə çalışıb qısa zamanda qərar düzgün olmaz. İşlərin rutin və darıxdırıcı olmadığı mühitlərdə yüksək motivasiya ilə çalışıram. Bəlkə işlədiyiniz mühit darıxdırıcıdır, o zaman siz elə motivasiyadan düşəcəksiniz. Xeyr. Nadir vaxtlarda tələsirəm. Gecdə olsa öhdəmə götürdüyüm işi qurtarıram. Nadir vaxtlarda tələsirəm. Gec də olsa, bəlkə müəyyən bir vaxt verilib, niyə gec bitirim mən bu işi? İncəliklərinə qədər düşünərək qərar verirəm. İşimi bitirə biləcək bir tempdə çalışıram. Bəli, bir işi götürmüşəmsə, onun bütün ayrıntılarına diqqət etməliyəm. Bu qədər. Gördüyünüz kimi heç bir çətin sual yoxdur. Mən bunu birinci qrupa atanda müəllimlər baxdı. Ay müəllim, axı variantın hamısı doğrudur. Məsələn, birinci sualda. Niyə onlarda biz yanlışı tapmalıyıq ki? Axı hamısı doğrudur. Xeyr, hamısı doğru deyil. Görürsüz, analiz etdikcə, təhlil etdikcə cümlələrdəki o yanlışı biz çıxarda bilirik. Təbii ki, bunun üçün də diqqət lazımdır. Diqqətinizi fokuslasanız bir suala düzgün şəkildə, sadəcə düzgün. O zaman inanın ki, o 100 sualın 100-ünü də düz yaza bilərsiniz. Onlar üçün heç çətin olmayacaq. Ola bilsin müsahibə biraz çətin olar, çünki orada qarşılıqlı ünsiyyət var. Həyəcan keçirə bilərsiniz ona görə. Yəni sualların tempinə görə demirəm, həyəcana görə. Ancaq test mərhələsində bu sualları düzgün yazmamaq eyib olar, çünki sadə suallardır. İnşallah bu suallar hər biri sizə aydın oldu. İzahı da, PDF-i də inşallah birazdan qrupunuza göndəriləcək. Və bizim bugün 3-cü icma hazırlıq qrupumuz başlayır. Əgər bu qrup hazırlaşmaq istəyənlər varsa, 051 nömrəmizi qeyd edək, 565 76-15 nömrəsi ilə əlaqə saxlaya bilər. Mükəmməl proqramla bir aya inşallah imtahana düşmüş suallar, düşəcək suallar, düşə bilmə ehtimalı olan suallar, açıq suallar, psixoloji suallar hər biri qrupa göndəriləcək. Və müəllimlərin maddi problemlərini başa düşərək də ödəniş heç də böyük bir məbləğ deyil. İstəyənlər qoşular, nəticəni də əldə edər. Hər birinizi uğurlar.